Ədalət bu dünyada tam təcəlli etmirsə, ədalətin tamamı harda olacaq? Məsəl üçün, ədalətin bu dünyada təcəlli eləmirsə, məsəl üçün, belə bir misal, Said Nusrət belə bir misal verir və yaxud da bu sual biraz da daha geniş açaq. Məsəl üçün, bəzilər sual verirlər ki, falan kes pisdir, niyə görə onun cəzası bu dünyada verilmir? Və yaxud da zalim Dünyada insanlar, ədalət hanı? müharibələr, bu dəqiqə məsələn, Qazada müharibə olur, o da çox uşaqlar ölür. Zalimlər var, o müharibəni edən insanlar var, diplomatlar var. Niyə olan cəzası bu dünyada verilmir? Yəni, falan kes pisdir. 100 oyundan çıxır, amma Allah onun cəza verilmir. Niyə görə Allah məsələn başına bir daş şey eləmir, daş yağdırmır, onun həmən cəzasını vermir? Bu sual biraz əslində belə bir açaq. Niyə görə? Çünki bəzi cəzalar var ki, bəzi günahlar var ki, onların cəzası bu dünyaya sığışmır. Məsəl üçün deyək, bu dünyada, bu bizim ölkəmizdə də, hər yerdə də bu keçərli bir qanundur. Görürsən ki, balaca bir insana bir şillə vurursa, bir insana bir haqsızlıq edibsə, ya da bir pulunu oğurlayıbsa, ya da bir telefonu oğurlayıbsa, bunun cəzası məsəl üçün nədir? Balaca bir cəzadır. Məsəl üçün, şillə vurursa, 200 manatdır cəzası və yaxud da 3 gün həbsxanadır. Amma bir insan biraz böyük cinayət edirsə, məsələn deyək, bir insanı öldürürsə və yaxud da bir yer yandırırsa, bu böyük günah olur. Avtomatik olaraq bunu ali məhkəmə həll edir. Bunu böyük məhkəmələr bu adamın mühakimə edirlər. Bu cəzası əlbəttə ki, 2 gündə ölür, 3 gündə ölür, 15 il. Məsələn, bir insan öldürürsə, ən azı 15 il həbsxanası var da, yəni həbsə girməlidir. Və yaxud da biraz da daha böyləmişsə, adama sonsuz olaraq həbs cəzası verilir. Yəni, adam sonsuz olaraq ölənə kimi o həbsxanadan çıxa bilməz. Bu dəqiqə belə həbsxanalar da var, belə bir məhşər də var da, yəni o da. Belə məhkəmələr də var, bu dünyada var. Bu dünyada bunlar varsa, demək ki, bu dünyada Allah da, Allahın da ədaləti eyni həmin o tərzdə təcəlli edir. Bəzi zalim insanlar var ki, məsələn, Haccac zalim var. Peyğəmbərimiz dövründə yaşayan 100 min insan öldürmüş. Bu insanın cəzası əlbəttə bu dünyada sığışmaz. Bu insan sən bu dünyada hansı cəzanı versən bu 100 min insan haqqı ödənə bilər məsələn, yəni. Bildinmi? Mümkün deyil də, yəni. Və yaxud da başqa müharibələr eləyən şeyləri, masum insanları öldürən insanlar var ki, bunların cəzasını bu dünyada vermək mümkün deyil. Yəni, sən ona sonsuz bu dünyada həbs versən belə, yenə də az qalır. Başa düşdünmü? Demək ki, bunların cəzası sonsuz əbədi bir cəhənnəmdir, yəni. Ancaq sonsuz cəhənnəmlə bunların cəzası verilə bilər. O zaman ədalət, yəni yerin üstüdür, deyilmi?